Yeni binada yaşayış var, amma təmir işləri hələ də yekunlaşmayıb. Sumqayıt şəhrində yerləşən Mir Xəlil MTK-yə məxsus çoxmənzilli yaşayış binasında təmir tikinti işlərinin uzun müddətdir yarımçıq qalması sakinlərin ciddi narazılığına səbəb olub. Vətəndaşların şikayəti 8-ci mikrorayon Mir Xəlil MTK yaşayış binasındandır. Sakinlərin iddiasına görə illərdir yaşayış binası istifadəyə verilsə də ancaq tamamlanma işləri aparılmayıb, eləcə də təmir işləri müvəqqəti olaraq dayandırılıb. Sakinlərin sözlərinə görə binanın bəzi hissələrində kommunikasiya xəttləri tamamlanmayıb, lift sistemi quraşdırılmayıb, həyətyanı sahə isə baxımsız vəziyyətdədir. Ancaq son günlərdə təmir tikinti işləri görülür. Bu da onları az da olsa həvəsləndirib. Hardasa 6-7 il bundan öncə almışıq. Amma yəni təmir eləyənlər var, yaşayanlar da var. Mən də həmçinin təmir eləyib köçəcəm. Amma işlər gedir. Məsələ pilləkənlər düzəldi. İndi lift qoyulacaq. Düzdür, üstü bağlanmalıdır sonra. Müdiriyyət deyib ki, ilin axırına kimi inşallah təmirə tam elə bir ki... Yəni sakinlərə belə məlumat verilib? Bəli. Bu bina neçə il bundan qabaq tikilib? 6-7 il olar. 6-7 il olar, hə. 6-7 il dayanıb, nə səbəbdən bilmirəm dayanmağın. Amma indi hal-hazırda söz veriblər ki, ilin axırına kimi təmiri başa vurub, yəni üstün bağlayıb verəcək. Məsələ ilə bağlı Mir Xəlil MTK-nın baş mühəndisi Aydın İbrahimov bildirdi ki, sakinlərin narazılığı tam əsaslıdır. Onun sözlərinə görə müəyyən maliyyə və texniki səbəblər ucbatından işlər bir müddət dayandırılıb. İşlərin yarımçıq qalmağı biraz icazə vermədilər. Hündür mərtəbə olduğuna görə son vaxtlar belə bir qərar çıxdı ki, güya 14 mərtəbədən artıq olmamalıdır. O ilə əlaqədar dayanılıb. Ona baxmayaraq müdiriyyətimiz hər tərəfdən icazəsini alıb, Allahın köməlindən bu ilin axırına tam təhvil veriləcək. İndi sakinlər ümid edirlər ki, MTK rəhbərliyi verdiyi vədə əməl edəcək və bina qısa zamanda tam hazır vəziyyətə gətiriləcək. Nizami Rəsulov, Yusif Kərimli, Xəzər xəbər.